Bəziləri söz azadlığını dəlil gətirərək İslam dini haqqında insanların inanclarına, onların inandıqlarına, tapındıqlarına, ehtiram və etiqad bəslədiklərinə qarşı hörmətsizlik eləyirlər. Və bunu da təəssüflər olsun ki, konstitusiyanın söz azadlığı ilə, vicdan, etiqad, din azadlığı ilə kölgələndirməyə çalışırlar. Əslində isə bu əlbəttə belə deyil. Əslində məntiqi, şuuru, vicdanı, ədəbi, əxlaqı olan hər bir kəs digər insanın inancına hörmətlə yanaşar. Lakin bax bu yayımçı, çevik bir, TikTokda bir neçə gündür ki, mənim rastıma çıxıb, canlı yayım açır və İslam dinini bilməyən insanların bilməməzliyindən istifadə edib, onları canlı yayıma qaldırır öz yayınında və onları çıxılmaz vəziyyətə qoyur, onların inanclarını məsxəriyə qoyur. Mən özüm bir neçə dəfə bu şəxsin dünən də canlı yayımına 20-25 dəqiqə ərzində müsafir olaraq qatılmaq istəsəm və bu fikirlərimi özünə bildirmək istəsəm də təəssüf ki, məni müsafir olaraq qəbul etmədi. Və bunlar bir komanda şəklində işləyirlər. Bunlar araşdırırlar, baxıb görürlər ki, harda cahil, dinini bilməyən insanlar var. Müzakirə üçün onları çıxarırlar, onları qaldırırlar və onların öz üzərində də qələbələrini, belə deyək ki, ateizm qələbəsini bərqərar edirlər. O isə Quran-ı Kərim bizə, Allah Təbarək və Teala Quran-ı Kərimdə bizə deyir ki, müşriklərin tapındıqlarını söyməyin. Yoxsa onlar da sizin inandıqlarınızı təhqir eləyər. Ona görə də mən bir müsəlman olaraq etik çərçivədə bu məsələyə aydınlıq gətirməyə özümə borc bilirəm. Əvvəla sən əgər həqiqətən də ateistsənsə, nə üçün bax şəkildə də görsənir? Bütün dinlər məntiqsizdir, xırda hərflərlə yazmısan, Allah yoxdur sözünü böyük hərflərlə yazmısan. Bu bir daha sənin islamofob düşüncəndən irəli gəlir. Nə üçün bütün mübarizəni İslamın üzərində qurmusan, Quranın üzərində qurmusan, hansına ki sən inanmırsan və etiqadın yoxdur? Nə üçün Allah yoxdur əvəzinə Axura Mazda yoxdur, Budda yoxdur, İsa Məsih yoxdur, hansılar ki bəziləri tapınırlar, onu Rəbb olaraq qəbul edirlər və digər ilahların adlarını Amon-Ra yoxdur. Niyə bunları qeyd eləmirsən? Niyə Allah yoxdur yazırsan? Çünki sənin dərdin İslamdır. İkinci bir məsələ. Sənin bu əməllərin əslində cinayət tərkibi yaradır və respublikamızda olan stabilliyə bir təhdiddir. Çünki sənin bu cür çıxışların, yenə də deyirəm, dini inanclı insanların inanclarına toxunur. Onları məsxəriyə qoymaqla, onların inanclarını ələ salmaqla sən bu addımlara rəvac verməklə əslində ölkənin qanunlarını da pozursan. Cinayət Məcəlləsinin 283-cü maddəsində deyilir, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması. Çevik bir, sən hal-hazırda bu ilə məşğulsan. 283.1 deyir ki, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, ha belə milli, irqi və ya dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olmaqla törədildikdə, təsəvvür elə, 1000 manatdan 2000 manata qədər miqdarda cərimə və ən ağırlaşdırıcı halda isə 4 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Oxumuş insansan, yəqin ki, sənin bundan xəbərin var. Bunlar bir kənara. İndi isə gələk sənin inancına. Sən inanırsan və etiqad edirsən ki, kainat heçdən yaranıb, səbəbsiz yaranıb, bir partlayışdan yaranıb. Sənin bu etiqadın özü bir inancdır. Çünki sən o partlayışı görməmsən. Və o gələn dəlillərə də inanıb inanmamaq məsələsi ilə bağlı açıq-aşkar elmli bir sübutun yoxdur. Çünki bunlar fərziyyələrdən ibarətdir. Necə olur da sənin fərziyyələrinə insanlar inanmalıdır, qəbul etməlidir. Amma insanlar öz inandıqlarına inanmamalıdır. Deməli, sənin inamının adı fərziyyə, boşluq, bizim inamımızın adı isə Allahdır. Necə olur ki, səbəbsiz bir partlayışdan yaranan bir kainat sonradan nizamla idarə olunur. Təbiət hadisələri, təbiət qanunları, kvant sahəsi və s. ilə axır. Bütün bunlar istənilən ateisti çox çıxılmaz bir vəziyyətdə qoyur. Çünki səbəbsiz boş bir partlayışdan nizam yarana bilməz. O partlayışdan sonraki nizami yaradan ali qüvvənin, gücün, qüvvətin, qüdrətin adı Allahdır. Hər nə qədər sən bunu qəbul etməsən də. Və əgər qəbul etdiyin təkamül nəzəriyyəsidirsə, amma Allahın Adəmi yaratdığını qəbul etmirsənsə, onda o nəzəriyə görə zooparka tez-tez baş çək. Bəlkə
hansısa canlılar sənə tanış gəldi. Dindar da ola bilərsən, dinsiz də ola bilərsən. Dini də təbliğ edə bilərsən, dinsizliyi də təbliğ edə bilərsən. Varsa bir şey gedib şikayət elə. Az yaşlı qızların alınmasında bir problem yoxdur. Səncə yaxşı bir şeydir ki, o. Mən deyirəm ki, pis bir şeydir. Sən deyirsən belədir. Mən sənə bir dənə söz deyim. Ateistsən də onda. Hə, ateistəm. Sən Allahı inkar edirsən. Allah nədir qaqa? Millətin başını sən doldursan. Yaxşı ki, sənlə dolduraq da sənin fikirləri təbliğ eləyək millətə. Mənə bax, oğulluğun arvadını almaq nə tər şeydir? Şeydir, belə mərfətli şeydir. Ha, şərəfsiz. Sən Ayət öl verdim sonra cavab et. Mərfətin qalacağın olsun. adamı sən inkar edirsənsə də sənin Allah Taala səni və sənin Hə, düş, fikirlərini düş. başa yerin dibinə soxsun. Yeri. Sən bir görə başı çıxart yerin dibindən, ondan sonra gələrsən. Səninlə mən nə Allah işi temasında, nə Quran temasında danışıram. Heç danışa da bilməzsən. Arxa dünyanın adını deyə bilərsən, hə? Yox, heç danışa da bilməzsən. Hə? Heç danışa da Ha, bilməzsən. sən heç özünü tanımırsan ki, sən Hə, kimsən? düş. Boynu güllü. Mənə bax, qaqa, bu az yaşlıların evləndirilməsinə heç bir qadağa qoymur Quran. Sən nə düşünürsən bu barədə? Az yaşlının Yəni, az yaşlı qızların da arvad olunmasına, alınmasına heç bir problem görmür.